Donald Trump'ın son hərəkətləri və fəaliyyəti doğrudan da müsbətdir. Müxtəlif bölgələrdə sülhün, əmin-amanlığın yaranması niyyətlərinə xidmət edir. Amma mən Donald Trump'ın fəaliyyətinə Ukraynaya münasibəti ilə qiymət verəcəm və vermək istəyirəm. Çünki bu müharibələrdə Fələstin xalqı ilə Ukrayna xalqından çox əzab çəkən xalqlar görmədim. İndi Fələstini həll eləyirlər və Fələstin məsələsi, orada bağlanmış sülh müqaviləsi daim olsun, möhkəm olsun. Mən bunu ürəkdən sevinirəm. Amma mən müstəqil və Avropanın ən böyük dövlətinin başına açılan müsibətlərin də qarşısının alınmasını istəyirəm. Məsələn, bizən bu qərb ölkələrində qəribə bir manera var. Söz verib onu yerinə yetirməmək və yaxud da ki, söz verib onun yerinə yetirilməsi vaxtını uzatmaq. Mən Trump'ın bu verdiyi sözü uzadacağı haqqında heç nə deyə bilmərəm. Mənə belə gəlir ki, Trump əməli başı dəyişib və indi qayıdıb gələn kimi o tomaqafları, hələ onlarda ən dəhşətli silah kalibrlərdir, kalibrlər onu istəmirlər, heç onu verməzlər. Ondan sonrasına Taurus'u da bu Almanya kansleri seçkilərə getməzdən əvvəl vəd vermişdi ki, hakimiyyətə gələrsə, gələn kimi Taurusları Ukraynaya verəcək. İndi Rusiya şantaj eləyir, hədəliyir, şantaj eləyir. Onsuz da Rusiya üçün nə Ukrayna, nə Fransa, nə Almanya heç birinə əhəmiyyət qoymur. Əlinə bir balaca fürsət düşən kimi sizlərin hər birini zəlil gününə salmağa çalışacaq. Mən demirəm ki, mütləq salacaq. Niyə? Çünki Rusiyanın da o taqəti qalmayıb, o halı qalmayıbdır. İnanın deyirəm, Rusiya bu saat çox ağır vəziyyətdədir. Rusiya, tutalım ki, bütün Avropa ilə, hələ mən Amerikanı demirəm, müharibə aparmaq gücünə sahib deyil, potensialına sahib deyil. Artıq strateji üstünlük tamamilə Ukraynanın əlindədir. Rusiya, mən deyərdim ki, psikimiş bir vəziyyətdədir. Düzdür, böyük dövlətdir, böyük potensialı var idi. Sovetlərdən ona çox böyük silah ehtiyatı miras qalmışdı. Amma nə olsun, onların hamısını tükətdi. Ukraynanın dinc əhalisinin binalarına, yaşayış binalarına, ondan sonrasına otaraq yerlərinə, ondan sonrasına meşə sahələrinə və s. Bu silahlardan od yağdırdı. İndi qalıb Kim Ir Senin verəcəyi mərmilərin ümidinə, Çinin verəcəyi mərmilərin ümidinə. Bu açıq-aşkardır. Bu faktdır ki, Rusiya iqtisadiyyatı normal işləmir. Hərbi sənaye kompleksi demək olar ki, donmuş vəziyyətdədir və yaxud da ki, hərbi sənaye kompleksi tam gücü ilə işləyə bilmir. Əksər ekspertlər belə hesab edir ki, Rusiyanın hərbi sənaye kompleksi 20% gücü ilə işləyir. Bu 20%-ə də indi onlar mərmi istehsal edirlər, tank istehsal edirlər, təyyarə istehsal edirlər. Mən dəqiq bir şey deyə bilmərəm. Amma o məlumdur ki, Rusiya o Rusiya deyil.
Mən çox sevinirəm ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər qaydasına düşdü. Mən bu münasibətlərin gələcəkdə daha da dərinləşəcəyinə ümid bəsləyirəm. Mən ümumiyyətlə bu Rusiya imperiya təsəvvürlərindən, imperiya iddialarından əl çəkməlidir. Sovetlərin bir də geriyə qayıdacağı haqqında xam xəyallara uymamalıdır. Məsələ odur. Məsələ odur. Bəli. Bəli.